Bu el adətlidir. Şeydə operada belə eləyir, ürəyimdən gülmək düşür. Amma yox. Get bura, get burada dursan. Hansı tam vurdun? Nöbəli vurdu. Əli vurdu. Bir də gör nə deyirəm, indi səhər-səhərdir, normalda səs işləmir. Tanallığı birinci sən başlayarsan, zil tanallığı olduğuna görə oxunmayım. İndi tanallığı müəyyən eləyək, başlayaq ifa eləməyə. Eşqi damına giriftar olalı zar olubam. Nə bəladır ki ona böyle. Ailədə 4 nəfərik, anam, atam, bacım və mən. Bacım da eynən mənim kimi xanəndədir, o da magistr tələbəsidir. Anam evdar xanımdır və uşaqlıqdan biz onun səsi ilə, musiqisi ilə, laylası ilə böyümüşük. Həmişə ev işləri görərkən özümüzü eləyirdi və biz də həmişə onun səsini eşitmişik. Bizə o qədər doğma, o qədər əziz. Düşünmüşük ki, belə də olmalıdır, yəni biz də belə olmalıyıq. Bu arada deyə bilərəm ki, mənim ilk musiqi müəllimim də elə anam olmuşdur. Təbii ki, mənim özümün də çox böyük həvəsim olub xanəndəliyə. Uşaq vaxtı, yəni televizorda baxırdım, xanəndələr görəndə özüm üçün nəsə mızıldanırdım, oxuyurdum. Və getdikcə gördülər ki, həqiqətən də məndə o istedad var. Məni aparıb yazdırdılar musiqi məktəbinə. Səhnənin ən gənc məcnunu olmağı məsuliyyətlə yanaşı bir xüsusilikdə, bir üstünlük də gətirir. Bax, o üstünlüklərdən danışaq. Mən harasa gedirəm məclisə, deyirlər ki, sən məcnun oxuyan oğlan deyilsən. Hər yerdə yazılır, şərtdə qeyd olunur ki, səhnəmizin ən gənc məcnunu. Həqiqətən də, yəni, qürur verici hissdir ki, həm də bu operanın məsuliyyətli iş olduğuna görə, yəni bu yaşda hamı yazır ki, bu yaşda onu oxumaq çətindir. Bugün Nəzakət xanım Teymurova və Məsum İbrahimov səhnəyə alırlar, Leyli və Məcnun obrazını canlandırırlar. Siz necə düşünürsünüz bu obrazlarla bağlı? Onlar bizim böyük sənətkarlarımızdır və biz də onlardan örnək alırıq. Bir çox ictimai qınağa səbəb oldu onların Leyli və Məcnun obrazı yaratmağı. Mən belə düşünürəm ki, yəni onlar olmasa biz də olmarıq təbii ki. Lakin yaş məsələsi daha çox qalmaqala səbəb oldu ki, daha gənc ifaçılara yer verilməlidir və daha gənc Leyli və Məcnun obrazı canlanmalıdır. Mən belə düşünürəm ki, yəni hər iki fikir də düzdür. Yəni onlar olmasa biz olmarıq. Təbii ki, gənclərin də ifası öz yerində olmalıdır. Nəzakət Teymurovadır, Məsum İbrahimovdur. Bunların yaşları çoxdur, niyə oxuyurlar deyə bir şey yoxdur. Onların Alim Qasımov da oxuyur, ona qalsa. Fərqanə Qasımova ilə oxuyub. Yəni onlar nə olsun ki, yaşları çoxdur. Onlar operanın salistlərdir, onlar oxumalıdırlar. Onlar dövlət tədbirləridir. Onlar hamısını oxuyurlar. Yəni məcburiyyət deyil ki, yəni bu yaş kiçik olmalıdır ya böyük olmalıdır. Onun fərqi yoxdur, amma yəni gənclər də inkişaf eləsə daha yaxşı olar. Çox zaman deyirlər ki, sənət adamları biraz kaprizli olurlar, biraz ciddi olurlar, tələbkar olurlar. Siz tələbələrlə münasibətləri necə olur? Müəllimim Teyyib Aslanov ilk növbədə insan olaraq çox gözəl insandır və cana yaxındır. Təbii ki, o kapriz dediyiniz o məsuliyyətdir, o hər zaman olmalıdır tələbələrin üzərində. Hansısa bir iş gördükdə o işin yaxşı nəticələnməsi üçün təbii ki, məsuliyyət lazımdır. Məncə qıraqdan elə görünür ki, aqressiv olurlar, yəni sərt olurlar. Əslində bizim müəllimlərimiz Allah haqqı həqiqətən çox səmimi. Yəni tələbəni oxumağa həvəsləndirən, təbii ki, həvəsdən salanlar da var. Bilirlər ki, mən buradan inşallah baxarlar, bilərlər kimi deyirəm. Həvəsdən salanlar da var. Yəni, həvəsdən salan müəllimlər, necə deyim, onlar məncə tələbənin yaxşılığını istəməyən müəllimdir. Yəni, maksimum nə edə bilərsən tələbəyə? Onun həvəsi, sən çalışsan olar, sən çalışsan olar. Bir də var ki, sən deyirsən, sən oxuyan olmayacaq. Şükür Allaha mən o sözü eşitməmişəm. Məcnun obrazı üzərində işləyərkən əsas qarşılaşdığınız çətinlik nədən ibarət idi? Oxumaqla obrazı canlandırmaq çox çətin olur. Təbii ki, sözlər çox qəliz olur. Ərəb-fars mənşəli sözlərdir. Yəni, insan dil yatmırdı hətta onu oxumağa. Gördüm ol Xurşidi Hüsnün ixtiyarım qalmadı. Sayə tək bir yerdə durmağa qərarım qalmadı. Rahi eşq içrə, mənə yalnız fəna məqsud idi. Söz yadımdan çıxdı. Ayda, yaxşı gəlmişdi. Solmuşam nalan qəfəs qeydində, Gülzar istərəm.
Əsas təbii ki, sizin səs diapazonunuza fikir verilir, səsinizin obraza uyub-uymadığına daha çox üstünlük verilir. Təbii ki, səhnə mədəniyyəti, səhnə plastikası, görünüş də mühüm yer tutur. Məndə olan aşikar sənsən. Mən yoxam, yox. Ol ki var, sənsən. Yazılan şərhlərdən söz düşmüşkən, sizə necə təsir eləyir bunlar? Adam var xəyinliyindən yazır nəsə bir sərt bir cümlə yazır ki, güya hələ sənin oxumağına çox var. İndiki zamanımızda necədir? Məsələn də mən Toğrul girib kiminsə şərhinə pis bir ya yaxşı bir cümlə ifadə yazıramsa, hamı baxır ona elə yazır. Pis şərh yazan fikirləşməlidir ki, bu oğlanın 22 yaşı var və bu məsuliyyəti öz üzərinə götürüb. Elə canlandırdığınız Leyli və Məcnun obrazını əsasən verəcəm bu sualı. Sizcə nakam sevgiyə görə canından keçməyə dəyərmi? O zamanda elə bir yəni insanlar var idi ki, hətta məsələn biz indi and içməsək kiməsə bizə inanmır. Amma onlar bir söz verirəm sözünə inanırdılar. Çünki zaman elə gətirir, yetirir ki, İndi yox, məncə dəyməz, yəni kiməsə görə Leyli Məcnun olmağa. Sevgi o qədər böyük və müqəddəs idi ki, Leyli obrazı da o sevginin o artıq olmayacağından əmin idi. Ona görə də xəstə düşdü və Məcnun da onun dərdindən çöllərə düşərək vəfat etdi. Olsaydı mənim bir ixtiyarım, olmaz idi səndən özgə yarım. Dövranı ki məni məzadə saldı. Bilmə, kim idi satan, kim aldı?